İndiki pedaqoqlar, psixoloqlar çıxıb deyirlər ki, oğlan uşaqlarına silah, oyuncaq almayın. Yəni bu onların gələcəkdə şiddətə meyilli olmasına və sairə kimi şeylərə səbəb olur. Bu oğlanlar nə ilə oynasın? Qızların kuklası ilə oynasın. Manikür, pedikür elətdirsinlər, qaşlarını aldırsınlar, nənlərindəki tüklərini götürsünlər. Əskərə kim gedir? Kim polis olacaq? Kim təhlükəsizliyi təmin eləyəcək? Mən indiki dövrdə oğlan böyütdüyüm üçün narahatam. Bir qadınlar kişiləşir, kişilər qadınlaşır. Kişilər süslü püslüdürlər. Xüsusilə 20-li, 30-lu yaşlara bunları aid eləyirəm. İnkar eləyə bilərsiniz, amma bu həqiqətdir. Biraz sərt deyəcəm. Kişiliyi qadınlar məhv eləyib, qadınlığı da kişilər. Səbəb nədir? Kişilər dişiləşib, həssaslaşıb, küsəyənləşib. Kişi dediyin necə olmalıdır? Yəni mənim atamın uşaqlıqdan dediyi bir söz var idi. Bu dünyada heç bir kişiyə yazığı gəlməyəcək. Kişi əziyyət çəkməlidir, kişi sürünməlidir, kişi çöllərdə olmalı. 35 yaşımda başa düşmüşəm ki, nə demək istəyir. Kişi qadının namusundan, malından, ağlından, canından və inancından məsuliyyət daşıyan bir. Bu qədər məsuliyyəti götürən bir insanı cəmiyyət olaraq məhv eləməyə çalışır. Yəni çox sərt səslənsə də gördüklərimi, eşitdiklərimi və yaşadıklarımı deyirəm. Hal-hazırda qalan kişilər də öz növlərinin son qırmızı kitaba düşən nümunələridir. Oğlanlar dalaşmalıdırlar, vuruşmalıdırlar, bir-birini döyməlidirlər. Yəni əvvəlki kimi artıq bir ailədə 5, 6, 4 uşaq böyümür. O oğlanları da daha çox belə prinsesa kimi böyütməyə çalışırlar. Ay düşdü, ay yıxıldı, ay əzildi, ay burnu şey oldu. Ay buraxın əzilsin, buraxın yıxılsın, buraxın dalaşsın, buraxın tiklənsin, buraxın yerdə sürünsün.